Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. İlk öncə sizlərə can sağlığı arzu edirəm. Allah canınızı hər zaman sağlam eləsin, inşallah. Mən gəlmişəm bugün Nardarana. Nardaran, Sabunçu rayon, Nardaran qəsəbəsi Sibrizlə üzbəüz. Sibrizin birbaşa mərkəzi ilə demək olar ki, üzbəüz yerləşən, mərkəzi yoldan, dairəvi yoldan 400 metrlik məsafədə, 400 metr də olmaz, 300 metrlik məsafədə sizə bu villanı təqdim etməyə gəlmişəm. Sibriz və Sibrizin yanı və qarşısı. Bravo supermarketi keçən kimi, hamı bilir ki, Sibrizin ümumi giriş hissəsində Bravo supermarketdir. Onu keçirik, birinci radarla üzbəüz. 9 sotun içərisində inşa olunmuş, 2 mərtəbəli, bütöv monolit beton, arakəsmə monolit betondur, üst monolit betondur, izolyasiya olunub, dam örtüyü vurulub, 400 kvadrat ümumi yaşayış sahəsi var. Həyətimiz bir daha söyləyirəm, 9 sotdur, torpağın da, evin də kubçası çıxarışı var. Hamısı, avtomatik olaraq darvazası var, evin daxilində əşyalar yoxdur, evdə yaşayış olmayıb, maşallah geniş bir ərazisi var, 9 sot özü bilirsiniz ki, geniş bir ərazidir, 10 sota yaxın bir torpaq sahəsidir. Evin sağ tərəfində lanşaft hissəsidir, işıqlandırmaları hamısı var. Əziz izləyicilərimiz, tam mərkəzdə yeni metlaq daşlarla təmir olunmuş 5-in 9 metriyə daşma hovuzudur. Çox gözəl görünür, tam mərkəzdədir. Həyətin qazı, suyu, işığı, hamısı hökumət tərəfindən verilir, daimidir. Burada da belə bir yüngül bir konstruksiya ilə qurulmuş bir söhbətgah inşa olunub. İstədiyiniz vaxtı yanlarını da bağlayıb oturmaq üçün istifadə edə bilərsiniz. İstəməsiniz, söküb götürüb də apara bilərsiniz. Yerində başqasını tikərsiniz inşallah. O sizin istəyinizə uyğun olaraqdır. Qiyməti isə bu həyətdə əşyalar yığıb sanitar qovşağıdır. Həyət üçün nəzərdə tutulmuş. Buradakı texniki otaqda həyətin, hovuzundur bu. Evin texniki otağı, hamısı evin arxa hissəsindədir. Əziz izləyicilərimiz, bu evin qiyməti isə bugünkü gündə start olaraq 795 min manatdır. Bu hissədə manqalni inşa olunub, üstü bağlıdır, ön hissəsi açıqdır. Burada su hövzəsi var. Burada qaz çəkilib, istənilən vaxtı qaz sobası hələ belə 2 gözlü qoyulub, altıda hamısı dolabdır. İstədiyiniz vaxtı böyük bir qaz sobası qoya bilərsiniz. Evin texniki otağı isə, baxın, evin arxa hissəsindədir. Ondan əlavə olaraq, evin qarşısında, hovuzun qarşısında, yerdən 3 daş hündürlükdə, evlə bərabər bu hissədə, qonaq otağının qarşısında belə bir veranda inşa olunub. Bütün pəncərələr hamısı HBŞB sistemi ilə yığılıb, təhciz olunub, qoyulub yerinə. Əzizlərim, bir daha söyləyirəm, kimlər Sibrizə yaxın şəxsi bir villa almaq istəyirsə, bu villa sizə uyğun ola bilər. Ona sizlərə bildirim ki, burada, həyətdə, bütün yağış sularının, drenajdan axan sular üçün ayrıca şamboz sistemi tikilib, evin, həyətin ayrıca isə çirkab suları axmaq üçün isə ayrıca şamboz sistemi var. Buyurun, keçək evin daxilinə, evin içərisi ilə də sizləri tanış edeyim. Evin içərisinə ümumi giriş qapıdan içəri keçdik. Sağ tərəfdə divarın içərisində dolab yığılıb. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. 1 mərtəbə 200 kvadratdan çoxdur. Pilləkən qəfəsi, pilləkənin altında burada çamaşırxana yığılıb. Bütün server otağı da buradadır, çamaşırxana. Burada 1-ci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. 1-ci mərtəbəyə aid olan sanitar qovşağıdır. Sizdən çox xahiş edirəm, axıracan bizi izləyin, eyvandan bu ev harada yerləşir, bütün ətrafı göstərəcəm sizə. Bax, geniş, böyük bir qonaq otağıdır. HBŞ sistemi ilə açılır, bağlanır, sıyrılır. Burada 1-ci mərtəbədə yerləşən bir yataq otağı, kim istəsə, yataq otağı 2-ci mərtəbədəki bəs eləsə, buranı iş otağı da eləmək olar. Bu hissə isə mətbəx otağıdır. Mətbəxi məncə ayırmaq oları gələcək də, hə? Olmuyor. Birbaşa, kim istəsə bura qəşək, baxım, elə bir
vitraj pəncərə ilə, şüşələrlə belə ayırıb, mətbəxi ayrı bir otaq kimi etmək olar. Maşallah, genişdir. İndi isə qalxaq ikinci mərtəbəyə, izləyin, eyvandan sizi harda yox, hamısını göstərəcəm sizə. Bütün Sibriz görsənir. Gəl, Elvingə qalxaq. İkinci mərtəbəyə. Pilləkən qəfəsi, ikinci mərtəbə, pilləkənlə qalxan kimi ümumi sanitar qovşağı görün o boydadır. İkinci mərtəbə istilik sistemləri, atapleni sistemi də çəkilib, əlavə olaraq isti döşəmə də var. Yataq otağı, ikinci yataq otağı, üçüncü yataq otağı, buradan da eyvana çıxış var. Görüm, Elvin buradan var, buradan çıxarıq. Buradan da var Elvin. Gəl, buradan çıxaq eyvana. Böyük, geniş yataq otağı, maşallah. Bax, buradan hələ Sibriz bütöv görsənir, dəniz də görsənir hətta. Bu yataq otağının daxilində burada geniş, böyük bir qardırob otağı var. Maşallah, çox genişdir, yaxşıdır. Sonra ayrıca əl-üzüyan, ondan sonra isə yenə qapısı var. Burada duş kabina, bir də unitaz burada yerləşir. Çıxaq eyvana. Gəl. Ya Allah. Bəh. Ərazi gördünüz, biz hardayıq. Tam Sibrizin qarşısı. Bütöv olaraq. İnşallah gələcəyinə ön hissədə də, ərazidə də qəşəng evlər tikilər. Allah qoysa, onlar bu ərazi bal. Yolu onsuz da yaxındır. Qiymət 795 min startdır. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün, biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.